Arzu edirəm ki, belə görüşlər çox olsun. İnşallah gələn dəfə mən də iştirak edə bilim. Və mən sonda Məzahir müəllimə həsb etdiyim bir şeiri səsləndirmək istəyirəm. Bu şeiri çoxdan yazmışdım, 3-4 il əvvəl yazmışdım. Toxtadıb özünü, baxır dağlara, baxışı dolanır sərxandan belə, başını aşağı sallayıb, susur, daha qocalıqdır bu yandan belə. Ah çəkib, Şəmkirin canı odlanır, səhimli baxışı əzir yolları, süzür göy üzünü, süzür torpağı, süzür cəmaatı, süzür yolları. Bilirəm, darıxır, tıncıxır orada, sözü hər adamla tutmur, bilirəm, sıxırdı köksünə qaranlıqları, gecələr oyardı, yatmır, bilirəm. Başqa zülüm imiş şair yaranmaq, tənhasan, yalqızsan, qohumlu, yadlı. Arada Şəmkirə gedin baş çəkin, bir şair darıxır, Məzahir adlı. Eşq olsun Məzahir müəllim, eşq olsun tədbir iştirakçılarına. Bir daha hər birinizi salamlayıram, hər birinizi varırma basırım. Sizi təbrik edirəm, sizə uzun ömür, can sağlığı arzu edirəm. Məzahir Hüseynzadə istedadlı şair, gözəl ailə başçısı, gözəl ata, gözəl evlad, gözəl insan, gözəl dostdur. Məzahir Hüseynzadəni mən 1987-ci ildən tanıyıram. O vaxtlar Şəmkir İnciləri Dərnəyinin rəhbəri idi. Mən də həmin Şəmkir İnciləri Dərnəyinin üzv seçildi. Məzahir Hüseynzadə həmişə cavan şairlərə dəstək oldu, düzgün yol göstərdi. Məzahir Hüseynzadənin 20 kitabları işıq üzü gedir, 20 kitab müəllifidir. Mən ürəyimdən keçənləri Məzahir Hüseynzadəyə şiirimlə çatdırmaq istəyirəm. Bugün ad günündür, dedilər mənə. Əlimdə çatmayır, məsafə uzaq. Təbriki gətirdim şiirlərimə. Sevinç qucaq-qucaq, gül qucaq-qucaq. Nəğməmi küləyə vermək istədim. Sərhəd dirəkləri yolunu kəsdi. Köyləri ürəyə vermək istədim. Ürəklər birdirsə, elə qürbəsidir. Şair Məzahir Hüseynzadənin imzası mənə ilk gənclik illərindən tanışdı. O zaman onun şeirləri müxtəlif almanaqlarda, ədəbi jurnallarda çap olunurdu. Aradan uzun illər keçdi, yenə də ədəbi mühitdə Məzahir Hüseynzadə imzası tanınır, okunur, onun kitabları işimizi gördü. Xoş məqamlardan biri budur ki, Məzahir Hüseynzadə ömrü boyu Şəmkirdə, bölgədə yaşasa da Azərbaycan ədəbi mühitindən kənarda qalmadı. Onun şeirlərində həm doğma rayonu, kəndi, Şəmkir, Tovuz, məktəb illəri, bizim doğma Təbrizimiz, Şuşa, Laçın öz əksini tapdı. Eyni zamanda sevgi, məhəbbət, insan duyğuları ilə bağlı gözəl şeirlər oldu. Və xoş bir haldır ki, Məzahir Hüseynzadə gənclər tərəfindən sevinir. Mən dəfələrlə görmüşəm ki, yeni nəsil nümayəndələri onun şeirləri haqqında məqalələr yazıblar. Onun şeirlərini çox gözəl şəkildə gənclər ifa ediblər. Bu da onun sevilməyinin, poeziyasının uğurlar qazanmasının bir səbəbidir, nəticəsidir. Mən özümün Yazıçılar Birliyinin katiblik adından, rəhbərliyi adından Məzahir Hüseynzadəyə can sağlığı arzulayır, yeni yaradıcılıq uğurları arzulayıram və Şəmkir ictimaiyyətinə təşəkkür edirəm ki, onun belə bir yaradıcılıq gecəsini təşkil ediblər. Uğurlar olsun. Hörmətli qonaqlar, tədbirimizə davam edir.